Split nədir? Tradingdə split necə işləyir? Tradingə yeni başlayan insanların əməliyyat açdıqdan sonra diqqət etdiyi ilk şeylərdən biri budur. Mən əməliyyatı indi açdım. Niyə artıq zərərdəyəm? Bunun əsas səbəblərindən biri splitdir. Sadə dillə desək, split bir maliyyə alətinin alış və satış qiyməti arasındakı fərqdir. MT5-də Hauier qrafikinə baxdıqda eyni anda iki fərqli qiymət görə bilərsən. Bunlardan biri bid, digəri isə əsk qiymətidir. Bu iki qiymət arasındakı fərq split adlanır. Split necə işləyir? Təsəvvür et ki, Hauier üzrə qiymətlər belədir. Bid $4000, əsk $4000 20 sent. Burada alış və satış qiyməti arasında 20 sent fərq var. Bizim istifadə etdiyimiz pip hesablamasına görə $4000-dan $4000 10 sentə qədər olan məsafə 1 pipə, $4000-dan $4000 20 sentə qədər olan məsafə 2 pipə bərabərdir. Bu nümunədə split 2 pipdir. Əgər həmin anda əməliyyat açsan, əməliyyatın təxminən bu fərq qədər mənfi başlamasını görə bilərsən. Bid və əsk nədir? Spliti tam başa düşmək üçün əvvəlcə bid və əsk qiymətlərini bilməlisən. Əsk qiyməti bazarda alış edə bildiyin qiymətdir. Bid qiyməti isə satış edə bildiyin qiymətdir. Bu iki qiymət adətən tam eyni olmur və onlar arasında müəyyən fərq olur. Məhz həmin fərq splitdir. Niyə əməliyyat açan kimi zərər göstərir? Bu yeni başlayanların ən çox verdiyi suallardan biridir. Məsələn, bay əməliyyatı açırsan və görürsən ki, əməliyyat dərhal kiçik zərərlərlə başlayıb. Bu bazarın mütləq sənin əksinə hərəkət etdiyi demək deyil. Səbəblərdən biri bid və əsk arasındakı split ola bilər. Qiymət əvvəlcə həmin fərqi keçməlidir ki, əməliyyatın sıfır nöqtəsinə yaxınlaşsın. Split həmişə eyni olur? Xeyr, split bazar şəraitindən, istifadə etdiyin brokerdən, hesab növündən və maliyyə alətindən asılı olaraq dəyişə bilər. Xüsusilə bazarda çox böyük hərəkət olduqda split genişlənə bilər. Məsələn, ABŞ-dan vacib iqtisadi xəbər açıqlanır və qızıl bir neçə saniyə ərzində sürətlə hərəkət etməyə başlayır. Belə vəziyyətlərdə normal vaxtda gördüyün split ilə xəbər zamanı gördüyün split eyni olmaya bilər. Split niyə artır? Split müxtəlif səbəblərdən arta bilər. Ən çox rast gəlinən səbəblərdən biri yüksək volatillikdir. Bazar çox sürətli hərəkət etdikdə alış və satış qiymətləri arasındakı fərq genişlənə bilər. Digər səbəb likvidliyin azalmasıdır. Bəzi saatlarda bazarda daha az iştirakçı olur və nəticədə split normaldan yüksək ola bilər. Vacib iqtisadi xəbərlər zamanında splitin artması mümkündür. Buna görə əməliyyat açmazdan əvvəl yalnız qrafikə deyil, mövcud splitə də baxmaq faydalıdır. Hauier-də split niyə vacibdir? Biz əsasən qızıl, yəni Hauier üzərində trading etdiyimiz üçün split bizim üçün xüsusilə vacibdir. Qızıl çox hərəkətli alətdir. Xüsusilə böyük iqtisadi xəbərlər, faiz qərarları və ABŞ iqtisadiyyatı ilə bağlı vacib məlumatlar açıqlananda qiymətdə sürətli hərəkətlər görə bilərik. Əgər çox kiçik stop-loss ilə əməliyyat açırsansa və spliti nəzərə almırsansa, planladığından fərqli nəticə ilə qarşılaşa bilərsən. Split qazanc və zərərə necə təsir edir? Split trading xərclərindən biridir. Split nə qədər böyüdürsə, əməliyyatın qazancı keçməsi üçün qiymətin də bir o qədər çox hərəkət etməsi lazım ola bilər. Məsələn, 1 pip split olan vəziyyətlə 5 pip split arasında olan vəziyyət eyni deyil. Xüsusilə scalping edən və kiçik qiymət hərəkətlərindən qazanc götürməyə çalışan treyderlər üçün split daha böyük əhəmiyyət daşıyır. Çünki məqsədin 10 pip qazancdırsa, bir neçə pip split nəticəyə ciddi təsir edə bilər. Amma daha uzun məsafəli əməliyyatlarda splitin ümumi əməliyyata təsiri nisbətən daha az hiss oluna bilər. Split və lot arasında əlaqə varmı? Bəli, split pip ilə ölçülə bilər, amma həmin splitin sənə dollarla nə qədər başa gəlməsi istifadə etdiyin lot ölçüsündən asılıdır. Məsələn, eyni split zamanı 0.01 lotla açılmış əməliyyatla 1 lotla açılmış əməliyyatın maliyyə təsiri eyni olmayacaq. Lot böyüdükcə hər pipin dollar dəyəri də böyüyür. Buna görə yalnız split neçə pipdir sualını vermək kifayət deyil. İstifadə etdiyin lotu da nəzərə almalısan. Split və splage eyni şeydir. Xeyr, yeni başlayanların tez-tez qarışdırdığı iki anlayış split və slipagedir. Split bid və ask qiymətləri arasındakı fərqdir. Slippage isə əməliyyatı açmaq istədiyin qiymətlə əməliyyatın faktiki icra olunduğu qiymət arasında yarana bilən fərqdir. Məsələn, çox sürətli bazarda buy düyməsini basdığın anda qiymət dəyişə bilər və order başqa qiymətdən icra oluna bilər. Bu slippagedir. Yəni split və slippage bir-birindən fərqli anlayışlardır. Split harada görünür? MetaTrader 5 platformasında bid və ask qiymətlərini görə bilərsən. Bu qiymətlər arasındakı fərqə baxaraq mövcud split haqqında fikir əldə etmək mümkündür. Tradingə başlamazdan əvvəl platformada bu qiymətlərin necə göstərildiyini öyrənmək vacibdir. Xüsusilə Hauier kimi sürətli hərəkət edən alətdə əməliyyat açmazdan əvvəl spliti yoxlamağı vərdiş halına gətirmək faydalıdır. Yeni başlayanların etdiyi səhvlər.
Ən böyük səhvlərdən biri spreadi ümumiyyətlə nəzərə almamaqdır. Trader qrafikdə giriş nöqtəsini müəyyən edir, stop loss və take profit seçir, amma spreadi hesaba qatmır. Digər səhv yüksək volatillik zamanı normal bazar şəraitindəki spreadi gözləməkdir. Xəbər zamanı bazar şərtləri dəyişə bilər. Bir başqa səhv isə split və slippage anlayışlarını eyni hesab etməkdir. Bu iki anlayışı düzgün ayırmaq trading xərclərini və əməliyyatların necə icra olunduğunu daha yaxşı başa düşməyə kömək edir. Nəticə olaraq split alış və satış qiyməti arasındakı fərqdir və trading zamanı nəzərə alınmalı əsas anlayışlardan biridir. Sadə şəkildə ask alış qiyməti, bid isə satış qiymətidir. Ask və bid arasındakı fərq splitdir. Split nə qədər böyüdüsə, əməliyyatın qazancı keçməsi üçün qiymətin bir o qədər çox hərəkət etməsi lazım ola bilər. Xüsusilə XAU-USD üzərində trading edərkən xəbər vaxtlarında və yüksək volatillik olan anlarda splitə diqqət etmək vacibdir. Artıq lot, pip və split anlayışlarını bilirsənsə, əməliyyatın ölçüsünü və xərclərini daha yaxşı başa düşməyə başlayırsan. Növbəti məqalədə stop loss nədir mövzusunu izah edəcəyik və bir əməliyyatda maksimum zərərimizi əvvəlcədən necə müəyyən edə biləcəyimizi öyrənəcəyik.